Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Zaur Seyidzadə, pensiya alan şəxslərə, sosial yardım alan şəxslərə və əyri təyin olunan şəxslərə bir neçə xəbər çatdırmaq istəyək yeni qanunverici ilə bağlı. Əgər kiminsə maraqlıdırsa, videonu sonuna qədər izləsin, zəhmət olmasa ki, hər şey aydın olsun. Amma əvvəlcə də bir neçə xəbəri nəzərdə çatdırmaq istəyirəm. Zəhmət olmasa videonu bəyənin, hamı bilsin. Birinci məlumat ondan ibarətdir ki, hörmətli izləyicilər, kim hüquqi yardım almaq istəyirsə, qeyd olunan telefon nömrəsinə əlaqə saxlayaraq WhatsApp mesaj göndərsinə suallara cavab verin. YouTube kanalına abunə olan şəxslər üçün telefonun hüquqi məsləhətin verilməsi və əyani hüquqi məsləhətin verilməsi 10 manatdır. Bu bir xəbər. Digər xəbər ondan ibarətdir ki, hörmətli izləyicilər, bilirsiniz ki, mən əyri olan şəxsəm, əyri arabasındayam. Dünyanın 40 tanınmış əyriləri haqqında kitab hazırlamışam, motivasiya kitabı satıram. 20 manata arzu edən şəxslər arabaya. Zəhmət olmasa videonu bəyənin, daha çox şəxs bu barədə məlumat olsun. Digər məlumat ondan ibarətdir ki, məni izləyənə bilir ki, mən yer götürmək istəyirəm. Əyri dostlarıma əl işini satın, eyni zamanda hüquqi yardım göstərim. Bunun üçün də iyanə lazımdır, yəni pul lazımdır. İstəyirəm ki, hörmətli izləyicilər, yəni dəstək olacaq, pul xərcləmədən. Bunu necə etmək olar qeyd edirəm. YouTube kanalında olan videolarımı bəyənin. Bir bəyənmə, bir köpək deməkdir, hörmətli izləyicilər. Aktiv ol. Bu videoda mən 1000 bəyənmə gözləyirəm. Heç olmasa 300 də abunə. Hörmətli izləyicilər, dəstək olaq. Bəyənə keçən mövzuya ki, əyri ilə bağlı, pensiya ilə bağlı, bir də sosial yardımla bağlı. Əvvəl sosial yardımı qeyd edin, hörmətli izləyicilər. Əgər sosial yardım alırsınızsa, məsələn 6 ayda alırsınızsa, sizin hansı ayı üzvünüzsə, pensiya çıxırsa və belediyə müavinət alacaqsa, o halda sosial yardım dayandırır. Təzədən ərzana müraciət etmək lazımdır. Bu sosial yardımla bağlı məsələdir, hörmətli izləyicilər, nəzərə alın. Keçdik pensiya ilə bağlı məsələyə, hörmətli izləyicilər, onu qeyd edin, diqqətlə baxın, zəhmət olmasa. Amma əvvəlcə onu qeyd edin ki, hörmətli izləyicilər, videonun bir qisminin təxminən 3 dəqiqəyə yaxın bir hissəsi YouTube kanalının short kimi olur. Digər isə tam video kimi olur. Burada anons olur, videonun adı olur. Oradan girib baxa bilərsiniz. Altında yazır ki, tam video YouTube'da. Bəyənin keçən pensiya ilə bağlı məsələ artıq yeni qanunverici qəbul olunub. Əmək Məcəlləsinə əsasən 65 yaşında şəxslər pensiya çıxdıqdan sonra işləyə bilər. Artıq müdiriyyət onunla bağlı müddətli müqavilə yox, müddətsiz müqavilədə bağlı bilər. Həmin müddətsiz müqavilə 70 yaşına qədər qüvvədə olacaq. Hörmətli izləyicilər, nəzərə alın. Yəni qabaq 2 ay, 3 ay bağlıydı, 1 bağlıydı, maksimum ki, icazə yoxdur, amma istədiyi qədər bağlaya bilər. Özdə orada da bir dəyişikliyi var, hörmətli izləyicilər. Nəzərə alın, onu da qeyd edirəm. Xahiş edin, əvvəlcədən üzvü hesab edin. Biraz soyuq deyil, videonu hissəsi çəkin, ola bilsin səsində problem olsun. Ona görə üzvü hesab edin. Və pensiyanın bağlı yeni qaydanı nədir, onu qeyd edin. Yəni pensiyaya çıxıb işləyən şəxslərlə bağlı. Yəni hər dəfə belə deyək, 65 yaşında müqavilə xitam verildi, yeni müqavilə bir bağlanıldı, artıq olmayacaq. İdarə təşkilat rəhbəri özü artıq əmr verəcək ki, bu şəxsin müqaviləsinə əlavə olunsun. Yəni həmin müqavilələr olunsun, yeni müddətsiz müqavilə bağlansın. Artıq o formada olacaq, müddətsiz olacaq. Hörmətli izləyicilər. Amma müdiriyyət istəsə onun müddətli də eləyə bilər. Yəni müdiriyyətdən asılıdır. Amma qanunverici icazə verir ki, müddətsiz olsun. 70 yaşına qədər. Nəzərə alın. O ki, qaldı əyri olan şəxslərlə bağlı olardı. Şart xəbərim var, onu da qeyd edin. Videonu bəyənin. Hörmətli izləyicilər. Həmin şart xəbəri keçməkdən əvvəl bir pensiyanla bağlı bir məsələ deyin. Nə qədər unutmayacaq, hörmətli izləyicilər. Artıq yeni qanunverici əsasən 2006-dan 2018-ə qədər işləyən şəxslər belediyə əlavə bir staj olmalıdır. 2018-dən əlavə belediyyədə 2006-2018-dən əlavə və 24 əmək stajı hədiyyə olunur. Nəzərə alın. Və əyrin olan şəxslərlə bağlı bilirsiniz ki, hörmətli izləyicilər, 5 il əmək stajı olmalıdır mütləq qaydada. Birinci qruplarda və ikinci qrup, üçüncü qrup əyrilərsə 5 il stajla bağlı minimum söhbət. Yəni stajdan gedin belediyyədə pensiya kapitalı da olmalıdır. Amma əyri olan şəxs həmin dövrdə işləyibsə, sonradan əyri olan şəxs olubsa, artıq ona da 5 il şamil olmayacaq. Burada 24 il var, hörmətli izləyicilər. Nəzərə alın. Və bununla da belə deyək, əyri görə pensiya ala bilərlər.
Bir mesele bu. Hörmətli izləyicilər, qeyd edən videonu bəyənir, digər məsələyə keçək. İndi bu da onu da qeyd edəcəyəm, siz videonu bəyənin. Kanala da abunə olun. Əmək məcəlləyə edilmiş dəyişikliyə görə, yəni əmək məcəlləsinin yeni dəyişikliyi edib, həmin dəyişikliyə görə hörmətli izləyicilər, artıq evdən distant qaydada işləyə bilərsiniz. Bu bütün vətəndaşlara aiddir, hörmətli izləyicilər. Nəzərə alın. Amma əlilliyi olan şəxslər işə qəbul olunursa, onun həmin işin rəhbəri, müdür deyək və yaxud direktor deyək, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Sosial Ekspert Komissiyasına müraciət edib, oradan əməl zəmanəti deyən bir məktub var, onu alır ki, həmin iş yeri vətəndaşlara uyğundur. 99% almaq olacaq da. Ona görə ki, vətəndaş evində işləyir. 1% ola bilsin problem olsa, o problem olduğu zamanda mənə müraciət edə bilərsiniz. Bir hüquqşünas kimi sizə kömək edərəm. Hörmətli izləyicilər, nəzərə alın, bir məsələ də budur. Artıq əlilliyin işləməsinə bağlı problem olmayacaq. Adətən imtina verilir əməl zamanəti ki, peşən var, otaq şəraiti uyğundur. Amma artıq indi vətəndaş öz evindədir. Hörmətli izləyicilər, nəzərə alın. Bir məsələ də bu. Mən hüquqşünas kimi bir tövsiyə etmək istəyirəm sosial yardım almaq istəyən şəxslərə. Əgər bilirsiniz ki, ailədə kimsə, məsəl üçün bir aydan sonra pensiya çıxacaq, gözləyin o pensiya çıxsın, sonra sosial yardımçısına müraciət edin. Əks halda sosial yardım dayandıracaq, əziyyət də hələ gedəcək, belə deyək də, hörmətli izləyicilər. 3-4 ay təzədən ərizə yazmalısınız, gözləməlisiniz, o vaxtı itirməyin. Mütləq qaydada, hörmətli izləyicilər, bir məsələ də budur. Və bir məsələni nəzərdə çatdırım ki, hörmətli izləyicilər, mənim 1800-dən artıq şortla birlikdə videolarım var, orada sosial yardımdan bağlı məlumat var, pensiyadan bağlı məlumat var, müavinətlərlə bağlı məlumat var, borcların ödəməsindən bağlı məlumat var, kreditlərlə bağlı məlumat var, vəsailə bağlı məlumat var, əmək bölgüsünə bağlı məlumat var, hörmətli izləyicilər, nəzərə alın. Və digər məsələlər var, hörmətli izləyicilər. Tanış ola bilərsiniz. Bir daha qeyd edirəm ki, kim sual vermək istəsə, qeyd olunan telefon nömrəsini əlaqə saxlayaraq WhatsApp-a səsli mesaj göndərsə sualları versin. YouTube kanalına abunə olmuş şəxslərin telefon hüquq məsələdən verməsi 10 manatdır, hörmətli izləyicilər. Bir məsələni qeyd edim. Əzərləri də yazıb e-mail WhatsApp ünvanına göndərə bilərəm, hörmətli izləyicilər. Nəzərə alın. Amma məsələni gərək aydınlıqla izah edəsiniz ki, mən söhbət nədən gedir, mən ona uyğun ərizə hazır edin, sizə göndərəm. Ərizəni yazıb göndərməsinizsə 50 manatdır, hörmətli izləyicilər. Nəzərə alın. Yəni, evdən çıxmadan siz bu xidmətdən istifadə edə bilərsiniz, hörmətli izləyicilər. Sonunda bir daha xahiş edirəm. Videonu bəyənin, YouTube kanalına abunə olun. Təşkil masaya hal-hazırda 4250 nəfər çatmır ki, mən 10.000 abunə yığım. Heç olmasa bu videodan bir 300 abunə 1000 bəyənmə olsun. 1000 bəyənmə 10 manat dəstək deməli, hörmətli izləyicilər. Dəstək olar bir-birimizə. Diqqətli qal, sağ ol. Sağ ol.